Biz burada COP29'da eşitdiyimiz kimi köklü dəyişikliklər tələb olunur. Biz daha sürətli hərəkət etməliyik. İqlim dəyişikliyinin artıq ən çox əziyyət çəkən icmalar üçün o qədər də çətinlik törətməməsinə necə nail ola bilərik? Başa düşürəm. Bir tərəfdən biz getdikcə daha çox dərk edirik ki, iqlim dəyişikliyi çox vacib məsələdir. Amma digər tərəfdən biz hələ də bu problemə iqtisadi itkilər nöqteyi nəzərindən baxırıq. Biz yanaşmamızı dəyişib, insan tələfatı nöqteyi nəzərindən baxmağa başlayanda hər şey dəyişəcək. Çünki bizim yaşamağımızın, mənim, sizin, ailələrimizin atacağımız addımlardan asılı olduğunu anladıktan sonra dərhal hərəkətə keçəcəyik. Amma indi biz hələ bu problemi iqtisadi itkilərlə ölçürük. Bir ölkədə iqlim fəlakətinin necə artdığını görmək istəyirsinizsə, sadəcə olaraq artan sığorta xərclərinə və ya iqtisadi itkilərə baxın. Biz onları hesablayırıq. Amma biz buna başqa nöqteyi nəzərdən baxmalıyıq. Biz insanlarıq, amma böyük bir ailə olduğumuzu dərk etmirik. Bilirəm ki, siz bu sözləri tez-tez eşidirsiniz. Ancaq sağ qalmaq üçün onların mənasını şüurlu şəkildə dərk etməliyik. İqlim dəyişikliyi bəlkə də əməkdaşlıq vasitəsilə öyrənməli olduğumuz bir dərsdir. Bu bizim öyrənməli olduğumuz dərsdir. Marina Avçınova, E-News'da bizə qoşulduğunuz üçün çox sağ olun. Siz sağ olun.